Hep diqqətimi jurnalist binasının həyətindəki bu balaca oğlan çəkdi. Səhər durub çıxıbdı həyətə. İti pişiyi yemləyir. Buna baxın. Bir buna baxın. Gör nə ya, indi aparıb onu da atır zibil qabına. Uşağa belə tərbiyə verərlər ki, baxın, indi də getdi quşları yemləməyə, ona bax. Uşaqları belə tərbiyələndirin. İt səni yiyəcək, pişik səni dişləyəcək. Valla belə olmur. Uşaqlarınızı təbiətə, heyvanlara münasibətdə mehriban böyüdün. Halal olsun bu uşağa. Halal olsun bu uşağın valideynlərinə. Bu da bizim pəncərəyə qonan göyərçinlərdir. Səhərdən biz də yedirdirik.